Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə 4-cü siniflərin tənlik mövzusu ilə bağlı olacaq. Gəlin vaxt itirmədən tənliklərə başlayaq. İlk öncə uşaqlara onu bildirim ki, biz əməllərin komponentlərini bilirik. Toplamanın komponentləri toplanan cəm, çıxmanın azalan-çıxılan fərq, vurmanın vurq-vuruq hasil, bölmənin isə bölünən bölən qismət. Deməli, biz ilk öncə bilək ki, toplamanı, çıxmanı, vurmanı, bölməni necə tapırıq? Yəni, məchul olanları necə tapırıq? Deməli, uşaqlar, məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Çıxılanı tapmaq üçün deməli, azalandan fərqi çıxmaq lazımdır. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Böləni tapmaq üçün isə bölünəni qismətə bölmək lazımdır. İndi bu dediklərimi gəlin bir-bir tətbiq edərək daha yaxşı öyrənək. Deməli, ikinci tapşırıqdan başlayaq. A-da deyir. A-da deyir. D bölünsün 3 bərabərdir 12. Deməli, uşaqlar, biz dedik ki, bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Deməli, buradan da D bərabərdir. 12-ni 3-ə vuranda 3 dəfə 2, 6, 3 dəfə 1, 3. İndi baxaq görək həqiqətən, yəni D-miz 36 oldu. Görək, 36-nı həqiqətən bu 3-ə böləndə 12 alırıq, yoxsa yox. 3 3-ə 1 dəfə, 6 3-ə 2 dəfə bölünür. Deməli, həqiqətən D-miz 36 olmuş, oldu. Bir dənə də işləyək belə, yadınızda tam qalsın. K bölünsün 8 bərabərdir 6. Deməli, K bərabərdir 6-nı 8-ə vururuq. Buradan da K bərabərdir. 6 dəfə 8, 48. İndi baxaq görək. Yəni, K-mız 48 alındı. Baxaq görək 48-i 8-ə böləndə həqiqətən 6 alınır. Bəli, 48-i 8-ə böləndə 6 alınmış olacaq. C və D də eyni tiplidir. İndi mən istəyirəm E-dən başlayayım. Bunlar eynidir. Ona görə də E-dən başlayaq. E-də deyir A vurulsun 5. Bərabərdir 75. Yaxşı. Mən nə dedim? Dedim ki, məchul vuruğu tapmaq üçün hasili, yəni 75-i məlum vuruğa, yəni 5-ə bölmək lazımdır. Buradan da A bərabərdir. Şifayı bölək. 7 5-ə bölünür 1 dəfə. Bir dənə 5, 5. Deməli, 7-dən 5 çıxanda 2. 25 eləyəcək. 25-i 5-ə böləndə edir 5. Aha, uşaqlar, indi baxaq. A-mız 15 alındığına görə, indi baxaq görək. Bu 15-i 5-ə vuranda 75 eləyir, yoxsa yox? 5 dəfə 5, 25. Deməli, A-mızı 15 aldığımıza görə nə iş görürdük? 15-i 5-ə vururduq. 5 dəfə 5, 25, 2 yadda, 5 dəfə 1, 5, o da 2, 7. Həqiqətən də 15-i 5-ə vuranda 75 alınmış olacaq. F də eyni tiplidir, ona görə də bunu eləmirəm. Gəlin, bir dənə də böləni tapaq, yəni tətbiq eləyək böləndə. Yəni, baxın, burada C-dir, D-dir, daha sonra F-dir. Bunları özünüz eləməyə çalışın. Mən dediyim qayda ilə. Baxaq indi C-yə. 112 bölünsün B bərabərdir 7. Deməli, buradan B-ni tapmalıyıq. Yəni, böləni tapmalıyıq. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. Buradan da B bərabərdir. Baxaq. 11 7-yə bölünür 1 dəfə. Bir dənə 7, 7. 11-dən 7 çıxanda edir 4. Düzdür? 4 7-yə bölünmədiyinə görə 2-ni də gətiririk. Şifayı hesablayıram da mən. Bu elədir 42. 42 7-yə bölünür 6 dəfə. 6 dəfə 7, 42. B-mizi aldıq 16. İndi görək həqiqətən.
112 16-ya bölünürmü? Bəli, 7 dəfə. Deməli, daha sonra baxırıq, digərlərinə baxaq. Qırx iki bölünsün C bərabərdir 6. Deməli, nə iş görürdük burada? C bərabərdir, yəni bölən bərabərdir. Bölünəni qismətə bölürük. Buradan da 42 6-ya bölünür 7 dəfə. Düzdür? C-mizi aldıq 7. İndi baxaq, 42-ni həqiqətən 7-yə böləndə bəli 6 eləmiş olacaq. Bu bizim misalın həlli. Üçüncü tapşırığa baxaq. Deyir ki, tənlikləri həll edin və məchulları müqayisə edin. Yaxşı. A-da, baxın, bu formada götürəcək. Aha. A deyir ki, A vurulsun 7 bərabərdir 42. Gəlin ilk öncə bunu tapaq. A bərabərdir 42-ni 7-yə böləndə A bərabərdir 6 eləmiş olacaq. Deməli, birincinin cavabı 6. İndi ikincini həll edək. B vurulsun 4 bərabərdir 24. Buradan da B bərabərdir 24-ü bölürük 4-ə. B bərabərdir 6. Düzdür? Deməli, buradan 6 aldıq. 6 6-ya nədir? Bərabərdir. Müqayisə eləmiş olduq. İndi baxırıq digərinə, B-yə. Bir saniyə. Aha, B-yə baxırıq indi. B-də bizə verib x bölünsün 4 bərabərdir 9. X bərabərdir. Qisməti bölənə vururuq. 9-u vururuq 4-ə. X də bərabərdir 36. Birincinin cavabı 36. İndi ikinciyə baxaq. Y bölünsün 5 bərabərdir 4. Buradan da y bərabər, daha doğrusu y bərabərdir 4 vurulsun 5. Y də bərabərdir 20. Deməli, birində 36-dır, digərində isə 20. Təbii ki də 36 20-dən böyük olmuş olacaq. Daha sonra baxırıq C-yə. D vurulsun 5 bərabərdir 60. Deməli, D bərabərdir 60-ı bölürük 5-ə. Buradan da D bərabərdir eləyəcək 12. D-miz elədi 12. 78 bölünsün E bərabərdir 6. Deməli, E bərabərdir 78 bölünsün 6-ya. Buradan da E bərabərdir eləyəcək 13. Deməli, burada 12, digər yerdə isə 13-dür. Ona görə 12 13-dən kiçik olmuş olacaq. Daha sonra eləyirik ki, D-ni. Burada fərqli-fərqlidir, hamısını eləməyə çalışacağım. K bölünsün 8 bərabərdir 9. Buradan K bərabərdir 9-u 8-ə vururuq. Çünki bölünəni tapmaq üçün qisməti bölənə vururduq. K bərabərdir 72. Daha sonra digərini həll eləyək. Söhbət burada dev çalışmasından gedir. M çıxılsın 16. Bunu tapdıq 72. Aha, M çıxılsın 16 bərabərdir 62. Deməli, M bərabərdir. Uşaqlar, biz dedik ki, azalan çıxılan fərq çıxmanın komponentləridir. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik, yəni 16-nı gəlirik. Buradan da M bərabərdir 8, 7. 78 eləmiş olacaq. Deməli, birində aldıq 72, birində aldıq 78. 72 də kiçikdir 78-dən. Bu formada olmuş olacaq. Keçirik E çalışmasına. Deməli, burada N üstə gəldi 24 bərabərdir 71. N-i tapmaq üçün uşaqlar 71-dən 24-ü çıxırıq. Mən dedim ki, məchul deməli toplananı tapmaq üçün
cəmdən məlum toplananı çıxmış olarıq. İndi isə 71-dən çıxaq 24-ü. Bu da eləyəcək n bərabərdir 47. Digərinə baxaq. 93 bölünsün L bərabərdir 3. Buradan da L bərabərdir 93-ü bölünəni qismətə bölürük. L bərabərdir 9 3-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. Deməli, birində 47, digərində isə 31-dir. 47 31-dən böyük olmuş olacaq. Daha sonra keçirik F çalışmasına. Deməli, Z bölünsün 8 bərabərdir 12. Z-ni tapmaq üçün görək Z neçədir? Yəni bölünən neçədir? 12-ni vururuq 8-ə. Buradan da Z bərabərdir 6 1 yadda 96. 96 eləmiş olacaq. Daha sonra necə deyim bunu? H deyim, H deyim. Çıxılsın 47 bərabərdir 63. Buradan da bərabərdir 63-ün üzərinə gəlirik 47-ni. Daha sonra bərabərdir 110. Deməli, 100, daha doğrusu 96 kiçikdir 110. Bu da bu formada olmuş olacaq. Daha doğrusu 110 böyükdür 96, 96 kiçikdir 110-dan. Bu formada olmuş olacaq. Keçirik 4-cü tapşırığa. Deyir, əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın, sonra isə tənlikləri həll edin. Yaxşı. Baxın uşaqlar, ilk öncə sağları hesablayarıq adi qaydada. Daha sonra isə taparıq cavabları. Yaxşı. Deməli, tənliyimiz ilk öncə belədir. 5 vurulsun x bərabərdir 23 üstəgəl 12. 5 vurulsun x-ə dəymirik, yerində saxlayırıq. Həll edirik sağ tərəfi. 23-ün üstünə 12 gəlirik, elir 35. Tənliyimiz düzəldildi. İndi tənliyimizi həll eləyək. X bərabərdir 35-i bölürük 5-ə. Buradan da x bərabərdir 7. Baxaq görək həqiqətən 5-i 7-yə vuranda 35 eləyirmi? Bəli, eləyir. Ona görə də cavabımız, yəni x-imiz olacaq 7. Keçirik digər tapşırığa. Digər tapşırıqda B-də. Deməli, B-də verilib x götürək, vurulsun 6, bərabərdir 98, çıxılsın 14. Yenə də tənliyə dəymirik, x vurulsun 6 olduğu kimi qalır. Sağ tərəfi həll eləyirik. 98-dən 14-ü çıxanda eləyirik 84. Daha sonra isə indi tənliyi həll eləməyə başlayaq. X bərabərdir 84 bölünsün 6-ya. Buradan da x bərabərdir. Deməli, 1 dəfə, daha sonra 4 dəfə. Bu da eləyəcək 20, daha doğrusu 14. C-yə baxırıq. C-də k bölünsün 3 bərabərdir 9 üstəgəl 11. Deməli, yenə də uşaqlar tənliyə dəymirik. Sağ tərəfi hesablayırıq. 9 üstə 11 eləyir 20. Buradan da k bərabərdir. Bölünəni tapmaq üçün qisməti bölənə vururduq. Ona görə də k bərabərdir 60 eləmiş olacaq. Keçirik D tapşırığına. D tapşırığında 48 yəqin ki bölmədir. Bölünsün n bərabərdir 18 çıxılsın 12. Yenə də tənliyi olduğu kimi saxlayırıq, dəymirik. Sağ tərəfi hesablayırıq, eləyəcək 6. 48, daha doğrusu n bərabərdir 48-i bölürük 6-ya. Buradan da n bərabərdir. Necə eləyəcək? 8 eləmiş olacaq. Keçirik E tapşırığını. A bölünsün 7 bərabərdir 2 vurulsun 3. Yenə də uşaqlar tənlik yerində qalır. Sağ tərəfi hesablayırıq. 2 dəfə 3 6. Buradan da A bərabərdir. Bölünəni tapmaq üçün nə iş görürdük? Qisməti bölənə vururduq. Buradan da A bərabərdir 42 eləmiş olacaq.
Keçirik F çalışmasına. B vurulsun 9 bərabərdir 81 bölünsün 3. Deməli uşaqlar, dəymirik tənliyə. 83-ü 3-ə böləndə 27 eləmiş olacaq. Buradan da B bərabərdir 27 bölünsün 9-a. Aha, B bərabərdir 3 eləmiş olacaq. Keçirik G çalışmasına. 23, hərf yoxdur, özümüzdən qoyaq. 22 görünmür, çünki hər üstə gəl hər hansı bir x qoyaq. Bərabərdir 8 vur 7. Yenə də uşaqlar, dəymirik. 22, üstə gəl x olduğu kimi qalır. 8 dəfə 7, 56. Buradan da x bərabərdir. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Buradan da x bərabərdir 34 eləmiş olacaq. Daha sonra keçirik yenə də bu H hərfli çalışmaya. Z çıxılsın 16 bərabərdir 75 böl 5. Tənlik olduğu kimi hələ ki qalır. 75-i deməli 15'ə böləndə, daha doğrusu 5'ə böləndə elədi 15. Buradan da z bərabərdir 15'in üzərinə 16'nı gəlirik. Buradan da z bərabərdir 31'ə. Bu çalışma da bu qədər uşaqlar. Baxırıq 5-ci tapşırığa. Deyir ki, hər bir təsvirə uyğun tənlik yazın və həll edin. Yaxşı, yazıq. Birinci tapşırıqda, yəni A-da nə var? 3 dənə K var. Biz hərfi ifadələr, dəyişəni olan ifadələrdə keçmişik. 3 vurulsun K bərabərdir 132. Tənliyimiz hazır. İndi qalıb bunu həll eləmək. Deməli, buradan da K bərabərdir. Məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölürük. Buradan da K bərabərdir. Deməli, 13 3-ə bölünür 4 dəfə. 12 də 3-ə bölünür 4 dəfə. Cavabımız eləyəcək 44. Keçirik B çalışmasına. Deməli, neçə dənə A-mız var? 5 A-mız var. 5A bərabərdir 105. Deməli, buradan da A bərabərdir. Yenə 105 bölünsün 5. Deməli, buradan 5, daha doğrusu A bərabərdir. 15'ə bölünür 2 dəfə, 5 5'ə bölünür 1 dəfə. Cavabımız elədi 21. C'də isə bizə deyir ki, x üstə gəl 24 bərabərdir 98. Deməli, buradan x bərabərdir 98-dən çıxırıq 24'ü. X bərabərdir 74 eləmiş olacaq. Bu qədər sadə. Daha sonra keçirik 6-ya. 6-cı tapşırıqda uşaqlar bizdən nə istəyir, nə deyir bizə? Məchulları eyni olan tənlikləri uyğunlaşdır. Aha, həll edirik. Bu tərəfi A-nı daha doğrusu həll eləyəcəm. B-ni özünüz başa düşüb həll eləyərsiniz yəqin ki. D neçədir? İlk öncə tapaq. D bölünsün 5 bərabərdir 14. D bərabərdir. Deməli, 14 vurulsun 5'ə. D bərabərdir 70. Deməli, D-miz 70'dir. Daha sonra baxırıq digərinə. Burada biraz üzürlü sayın. Aha, D-miz 75 oldu, düzdür? Daha doğrusu 70 oldu. Biraz da. D-miz oldu 70. Yadımızda saxlayaq. 70. Daha sonra E-ni tapaq indi burada. E vurulsun 8 bərabərdir 64. E bərabərdir 64'ü bölürük 8'ə. E də bərabərdir 8. Deməli, ikinci 8 oldu. Daha sonra C çıxılsın 16 bərabərdir 22. C bərabərdir 22 üstünə gəl 16. C bərabərdir. Deməli, eləyir 38. Deməli, bu da 38 olmuş oldu. Daha sonra onları uyğunlaşdırarıq uşaqlar. 24 bölünsün A bərabərdir 3.
Buradan A bərabərdir 24-ü 3-ə bölürük. A bərabərdir eləyir. Neçə? 6 eləmiş olacaq. Daha doğrusu 8 eləmiş olacaq. Deməli 8. 8 hansı idi? İkinci idi, düzdür? Elə bundan bunu birləşdirək. Daha sonra ikincidə B çıxılsın 35 bərabərdir 35. Aha, buradan 70 olmuş olacaq. 35 üstünə gəl 35. B bərabərdir 70. Deməli ikinci birinciyə gedir. Bu da buna qaldı. Yəqin ki, həll eləyək hər ehtimala qarşı. F vurulsun 2 bərabərdir 76. F bərabərdir 76 bölürük 2-yə. F buradan bərabərdir eləyir 38. Bu da işarələmişdim. Olmuş olacaq. Deməli, B tapşırığını uşaqlar. B tapşırığını özünüz eləyərsiniz. Mənim elədiyim qayda ilə ilk öncə sağı, daha sonra solu həll eləyin. Ondan sonra hansılar bir-birinə uyğundur, məchullar bərabərdir, birləşdirə bilərsiniz. Keçək digər tapşırığa. Digər tapşırıqda deyir, dəyişəni olan ifadələrin qiymətini tapmaq üçün tənlikləri həll edin. Yaxşı, həll edək. Baxın uşaqlar, burada A, C eləməyəcəm. Belə deyim, ümumiyyətlə bunları eləməyəcəm. Çünki bunlar çox asandır. Bayaqdan elədiyim tapşırıqlardır. Ona görə sizə bəlkə də burada tutaq ki, yox, çətin gələn bir şey yoxdur. Bu 7-ci tapşırığı özünüz eləyərsiniz. 8-də deyir, doğru həll edilmiş tənliklərin qarşısında doğru, səhv edilmiş tapşırıqların da tənliklərin qarşısında səhv işarəsi qoyun. Baxaq. Deməli, məchul vuruğu tapmaq üçün, gəlin üzərində işləyək. Aha, məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölürük. Deməli, A düzdür. Daha sonra B-yə baxırıq. Böləni tapmaq üçün bu da düzdür. Baxaq. 216 9-a neçə dəfə bölünür? Hələ həll yolunu deyim. Baxın görün. 206 bölünsün 9-a 34 yox 24 eləmiş olacaq. Bu səhvdir. Deməli, daha sonra C-yə baxırıq. C-də bizə nə deyir? Bölürük. Xeyr, ümumiyyətlə bu tənliyin özü səhvdir. Məchul vuruğu tapmaq üçün hasili digər vuruğa bölürük. Yəni 96-nı 8-ə bölməli idik. Çıxmalı deyildik. Bu da səhvdir. Daha sonra baxırıq. Bölünəni tapmaq üçün belə deyək. D variantı düzdür. Bəli, 32-ni 4-ə vuranda bəli, düzdür. D variantı düzdür. E-yə baxırıq. Deməli, E-də bizə deyir, xeyr, məchul, yenə deyirəm, vuruğu tapmaq üçün hasili digər vuruğa bölməli idik. Vurmalı, daha doğrusu toplamalı deyildik. F-də bizə nə deyir? Bəli, 372-ni 2-yə bölüb 186 alıb, bu da düzdür. İndi baxırıq. 9-a baxırıq. 9-da bizdən nə istəyir ümumiyyətlə? 9-da bizdən istəyir sualları uyğun tənliklərlə birləşdirin. 8-i neçəyə vurduqda 88 alınar. Deməli, 8-i neçəyə vurduqda 88 alınır. Baxın, o nə deyir? Mən onu yazıram. Yazdım və görürəm ki, burada buna uyğun gedir. Daha sonra 35-i ağzımdan nə çıxırsa uşaqlar onu yazıram. 35-i hansı ədəd deyirsə, deməli o bilinmir də. Hansı ədədə böldükdə 5 alınar. Bax görürsüz, 5 alınar. Bu ola bilər, o A yazsın, mən X yazım, C yazım, B yazım. Hərfdir, istədiyiniz hərfi yaza bilərsiniz. Bax, bu da bu formada olur. Hansı ədədin deyirsə birinci X-dir. Ədədin 4 misli deyirsə, uşaqlar, deməli vurmadır. 4 misli 64 edər. Baxın bu formada. Bu da getdi bura. Hansı ədədi, yenə də hansı deyirsə X qoyuruq və yaxud A qoyuruq və yaxud B qoyuruq, fərqi yoxdur. Və yaxud da nə bilim J qoyuruq. Hansı ədədi 9-a
böldükdə 8 alınır. Mən nə deyirəm, onu yazıram. Bu da bu formada olmuş olacaq. Daha sonra 10-cu tapşırığa baxırıq. Tənlikləri həll edin. Tənlikləri həll eləməyə burada heç bir çətin iş yoxdur. Heç bir çətin iş yoxdur. 32-ni 4-ə böləcəksiniz. 11-i 3-ə vuracaqsınız. Elə buradaca yazım. 32-ni 4-ə böləcəksiniz. 11-i 3-ə vuracaqsınız. 48-dən 15 çıxacaqsınız. Daha sonra 39-la da 23-ü toplayıb cavabı alacaqsınız. Daha sonra 11-də bizə deyir 7-ni neçəyə, baxın, o nədir, mən onu yazıram. 7-ni neçəyə vursaq 105 alınır. 7-ni neçəyə vursaq 105 alınır. Tənliyi həll edək. Z bərabərdir 105-i 7-yə bölərik. Buradan da bərabərdir. Deməli, bir dəfə 3 qalır, 35 də 5-ə 5 də. Deməli, 7-ni 15-ə vursaq 105 alınmış olacaq. B-yə baxırıq. Hansı ədədi? Yenə də bilmirik. Hansı ədədi 13-ə böldükdə 5 alınır. 5 alınır deyirsə, sonra həll edirik. Deməli, 5-i vururuq 13-ə. Üzürlü sayın təzədən yenə yazdım. Aha, deyir hansı ədədi 13-ə böldükdə 5 alınır. Buradan da A bərabərdir. 5-i vururuq 13-ə. A da bərabərdir. 3 dəfə 5, 15. 5 dəfə 1, 5, o da 1, 6. 65. Deməli, bu da elədir 65. C-yə baxırıq. C-də deyir ki, 117-ni hansı ədədə bölsək, fərqi yoxdur. Hansı ədədə bölsək 3 alınır. Buradan da B bərabərdir 117-ni bölürük 3-ə. Çünki böləni tapmaq üçün bölünəni qismətə bölürük. Buradan da B bərabərdir. Deməli 39 eləmiş olacaq. Keçirik 12-ci sonuncu tapşırığa. Görə deyir ifadələrə uyğun tənlikləri yazın və həll edin. Boş xanalarda uyğun ədədləri yazın. 4-ü A-ya vuranda, baxın, tənliyi yazıram, özünüz həll eləyərsiniz. Deyir ki, 4-ü A-ya vuranda 84 alınır. Aha, daha sonra yenə də 84-ü 4-ə bölərsiniz, tənlik kimi həll eləyər. 95-i K-ya böləndə 5 alınır. Daha sonra X-i 9-a vuranda 189 alınır. Bu formada da tənliyi tapmış olarsınız. Uşaqlar, bugünlük izahımız bu qədər. Ümidvaram ki, başa düşmüsünüz. Növbəti izahlarımda başqa vəsaitlərdən də tənliklər mövzusu ilə bağlı çalışmalar sizə təqdim etməyə çalışacağam. Videonu bəyəndinizsə dostlarınızla bölüşməyi, bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünlük məndən bu qədər. Hələlik.